Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam əziz 8-ci siniflər, 6.4 duzlar mövzusunda nə var? Ona baxaq və sonda isə suallara baxaq. Duzlar ümumiyyətlə necə əmələ gəlir? Turşular və əsaslar bölməsini keçdik. Turşuların əsaslarla reaksiyasından duzlar əmələ gəlir. Turşu ilə əsas reaksiya girəndə duz və su əmələ gəlir. Burada sizdə sadəcə normal duzlar verilib. Amma duzların da müxtəlif növləri var. Sadəcə mən sizin işinizi də çətinləşdirməyim. Burada təsnifat da lazım deyil sizə. Reaksiyalar necə baş verir, bunu sizə bildirim. Bu mübadilə reaksiyasıdır. Natrium OH H-xlorla reaksiya girir. Bunu belə də yadda saxlaya bilərsiniz. Baxın, birincinin birinci hissəsi, yəni natriumdur da birinci hissəsi metaldır. İkincinin ikinci hissəsi ilə birləşir. Yəni bunun turşu qalğı hissəsi ilə, natrium gəldi xlorla birləşir. Hidrogen də OH-la birləşir. H2O əmələ gətirir. Bu, baxın, suyun açıq oluşunu yazsaq HOH-dır. Yəni HOH-la birləşir, H2O-nu əmələ gətirir. Molekul formulu belə yazılır. Yəni əmələ gələn su ona görə B olur. Yəni HOH-la birləşir, bu formada yazmırıq tənlikləri. Və yaxud da baxın, burada OH var, H var. Gəldi, bax, bu HOH-ı götürdü, kalium da SO4 ilə birləşdi. Metal turşu qalıq hissəsinə birləşir, duz əmələ gətirir H-dakı OH-la. Belə də yadda saxlaya bilərsiniz. Bu duzları adlandıranda necə adlandırırıq bəs? Bir də burada amonium iyonu haqqında yazılıb. Amonium iyonu nədir? NH4 müsbət. Bu amonium iyonu. Məsələn, NH4 xlor. Bu da duzdur. NH4 2SO4. Bu NH4 qrupunun valentliyi 1-dir. Xlor da 1-dir. Hidrogenin sayına görə bilə bilərsiniz. Məsələn, sulfat turşusunun formulu nədir? H2SO4. Demək ki, bu SO4 turşu qalığının valentliyi 2-dir. Ona görə NH4-ün ayağına 2 düşür. Adlandıranda bunun duzlarını necə adlandırırıq? Amonium xlorid, amonium sulfat. Ümumiyyətlə, sabit valentli metaldırsa, metalın adı, sonda isə turşu qalığının adını deyirik. Natrium sulfat. Amma metal dəyişən valentlidirsə, məsələn, dəmir burada 2 valentlidir. Dəmir 2 nitrat olacaq. Və yaxud da belə olsaydı, o zaman deyəcəkdik dəmir 3 nitrat. Çünki 3 valentlidir. Ona görə NO3-ün ayağına 3 düşür. Sonra burada fəaliyyət hissəsinə baxsaq, deməli, cədvəli dəftərinizə köçürün, duzun formulu, duzun adını yazın deyir. Siz baxın, bu turşu hissəsini biləndən sonra işiniz asandır. Çünki bu iyonların üzərində əslində yazılanlar onların oksidaşma dərəcəsidir. Yəni iyonun yükünə oksidaşma dərəcəsi üst-üstə düşür. Baxın, kalium müsbət 1-dir. PO4 isə 3 mənfi. Yəni bu 3 valentlidir PO4 hissəcik. 3 düşür kaliumun ayağına. Çarpaz gedir yəni. Kalium 3 PO4. Magnezium 2 xlor mənfi. Magnezium, baxın, mənfi 1 o demək ki 1-dir də. Valentliyi 1-dir. Xlorun ayağına 2 düşəcək. Magnezium 2 daxı 2 valentlidir. Və yaxud da natrium 2S, baxın. Kükürdün ikisi natriumun ayağına düşür. Baxın, bu mənfi 1 deməkdir. 1 bura düşür, 3. Bunu mötərizəyə alırsınız, ayağına 3 yazırsınız. Xloru mötərizəyə almağa ehtiyac yoxdur burada. Xlor onsuz da bir dənədir. Amma NO3, axı 2 dənə element var, fərqli element. Və yaxud da burada sinki desək. Sink, NO3. Yəni burada götürüb belə 2 yaza bilmərik. Bu NO3-ü mötərizəyə alırıq, ayağında 2 yazırıq. O birlər də bunun kimi. İndi tərsinə verib. Bunların adı verilib. Biz formulunu yazmalıyıq. Natrium orta fosfat. Baxın, natrium müsbət 1, ancaq müsbət 1 olur, başqa bir şey göstərmir. Orta fosfat deyirsə, H3PO4-dən yadınızdadır da, PO4 3 mənfi. Mis 2 sulfat deyir. Formulunu da yazsaq belə olur, natrium 3 PO4. Mis 2 sulfat. Mis 2 sulfat. Orada 2-ni ona görə yazıb ki, siz bu misin 2 valentli olduğunu biləsiniz. Yadınızda saxlayın. Metallar katyon şəklində olur. Yəni müsbət yüklü olur. Turşu qalığı isə mənfi yüklü olur. Sulfat iyonunda nədir? SO4 2 mənfi. Bu turşuların adları yadınızdan salsa turşular bölməsinə qayıdıb baxa bilərsiniz. Alüminium nitrat deyir. Alüminium ancaq müsbət 3 ola bilir. Alüminium 3 müsbət, nitrat da ki NO3 mənfidir. Burada isə olacaq alüminium, NO3, 3. Və yaxud da bu turşu qalıqları yadınızdan çıxırsa,
Məsələn, formulu bilirsinizsə H2SO4-dür, HNO3-dür. Baxın, hidrogenin sayı nə qədərdirsə, bu turşu qabının da ion yükü o qədər olur. Mənfi, o qədər mənfi. NO3 mənfi. Mənfi 1-dir, 1 olanda yazmırıq. Və yaxud da fərqli bir şey. Xrom 2 nitrat. Xromun baxın 2 valentli olmağını göstərib, xrom 2 müsbətdir. Nitratdakı NO3 mənfi. Formula olacaq belə. Xrom NO3 mötürcə alıb ayağında 2 yazırıq. Belə. Əgər buradakıları başa düşmürsünüzsə, mənə WhatsApp nömrəmə də yaza bilərsiniz. Mən orada sizə səsli izah edə bilərəm. Problem deyil. Mən çünki bunların burada hamısını izah eləmirəm. Çünki düşünürəm bu fəaliyyət hissəsi sinifdə olunur və sinifdə siz artıq bunu özünüz sərbəst şəkildə, qrup şəklində, fərdi şəkildə artıq müəllim sizə necə təşrif edirsə, o formada da yazmalısınız. Sonra burada artıq hansılar həll olan, hansılar həll olmayan, bunu da əzbər öyrənməlisiniz. Yəni, baxaq suallara. Deməli, bir stəkanda olan suda alüminium nitrat, baxaq, birincisində alüminium nitrat, başqa stəkanda olan suda isə natrium sulfat həll edilir. Başqa stəkanda isə natrium sulfat həll edilir. Suda duzlar tam dissosiasiya edilir və kationların sayı bərabər olur. Anionların say nisbətini müəyyən edir. Gəlin baxaq. Bunu həll edirik. Burada hansı kation əmələ gələcək? Alüminium 3 müsbət, üstdən gəl, NO3 mənfi anionları. Və əmsallaşdırsaq bunun qarşısına 3 düşür. Burada isə natrium müsbət 2. Ümumiyyətlə, indeks öndə yazılır. SO4-ün indeksi yoxdur da, bu ümumi baxırıq turşu halına. O oksigenin təkcə indeksidir. SO4 2 mənfi. İndi gəlin şərtə baxaq. Deyir ki, kationların sayı bərabər olur. Kationların sayı bərabər olması üçün mən bunu, baxın, yuxarıda kation nə qədərdir? Deyək ki, bu x-dır. Aşağıda nə qədərdir? 2x-dır. Çünki say olaraq, mol olaraq konkret bilmirik də. Amma baxanda görürəm ki, bu 2 dəfə çoxdur da bundan. Bunun 2x olması üçün nə etməliyəm? Bunu da 2x götürməliyəm də. Çünki bunu x götürəndə bundan x alınır. Bundan isə 3x alınır. Bunu 2x götürsəm bundan da 2x alınacaq. Amma bundan 6x olacaq. Tənasüblə həll edirsiniz. Deməli, bunu x götürsəm bundan 2x alınır. Bundan da x alınır. Baxın, bunun 1 mol götürsək bundan da 1 mol alınır. Çünki SO4-dən. Mol deyəndə bax, qarşıda bu əmsala baxırsınız. Bu əmsalda da 1 heç vaxt yazılmır. Amma siz bunu nəzərdə saxlayırsınız, 0 ola bilməz də bu əmsal. Anionların say nisbətini müəyyən edir. Burada anionların hansılardır? Mənfi yükü olan. Baxın, 6x yuxarıdakıdır. 6x yuxarıdakı. X isə aşağıdakı. Say nisbəti nə olur? 6-nın 1 olan nisbəti. Sondakı cavabınız bu olmalıdır. İkinci suala baxaq. Canlı orqanizmlərdə elementlər əsasən duzların tərkibində olur. Çatışmazlığına görə sümüklərin və dişlərin inkişafı ləngiyən iki müxtəlif elementin hansı eyni duzun tərkibində olduğunu müəyyən et. Çatışmazlığına görə sümüklərin və dişlərin inkişafı ləngiyən iki müxtəlif elementin hansı eyni duzun tərkibində olduğunu müəyyən et. Bu kalsium 2 müsbət, bir də fosfor olmayanda problem yaranır. Bu da ki kalsium 3 PO4 2. Bunu götürə bilərik. Kalsium da var, fosfor da var. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Üçüncü suala baxaq. İçməli suyun etiketində olan kation və anionlara əsasən onun tərkibindəki duzları müəyyən et. İçməli suyun tərkibində kalsium müsbət, natrium, kalsium 2 müsbət, natrium müsbət, sonra maqnezium 2 müsbət. Yəni bu aldığınız suların üzərində görə bilərsiniz, mineral suların üzərində. Sonra hidrokarbonat, sulfat, xlorid ionları olur. Bunlardan əmələ gələn duzlar da ola bilər. Kalsium hidrokarbonat, maqnezium hidrokarbonat, natrium hidrokarbonat. Hər birini bir-bir yazmalıyıq əmələ gələn duzları. Natrium sulfat, kalsium sulfat, maqnezium sulfat, sonra natrium xlorid, kalsium xlorid, maqnezium xlorid,
Bu duzlar ola bilər həmin suyun tərkibində. Deməli, mərmər, əhəngdaşı, təbaşir və sair suxular haqqında məlumatınız var. Mən bu 7-ci sinifdə keçirir. Bu suxulardan inşaatda da istifadə olunur. Şəkillərdə suxurların əsas tərkibini eyni duz təşkil edir. Bu duzun formulu və adı necədir? Bu kalsium karbonatdır. Formulu belədir. Formulu və adı necədir? Adı da ki, kalsium karbonat. Mərmərin, əhəngdaşın, təbaşirinin əsas hissəsidir bu kalsium karbonat. İndi isə öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Deməli, bizə maddələr verib hansı anion və kationlardan təşkil olunmuşdur, bu duzlara adlandırın. Yazaq birincisi kalium 2CO3. Kalium müsbət, CO3 2 mənfidən təşkil olunub. Kalium karbonatdır adı. Sonra ikincisi dəmir 3 müsbət. 3 müsbət olduğunu baxın. Buradan bilirik. NO3 mənfi. Bu da dəmir 3 nitrat adlanır. Sonra sink xlor 2. Sink 2 müsbət, xlor mənfidən təşkil olunub. Sink xlorid adlanır. Və NH4 3PO4. Bu NH4 müsbət və PO4 PO4 3 mənfidən təşkil olunub. Bu isə adlanır ammonium ortofosfat. Sonra ikinci sualda deyir, aşağıdakı duzların formullarını tərtib et. Eləyək. A, B yaz, B, A, B, C, D, E, F. Xrom 3 sulfat. Xrom 3 valentli olmağını bildirir burada. SO4 qrupu isə 2 valentlidir. Baxın, bu 2 valentlidir, çarpaz gedir. Bu 3 valentli. Bunun ayağına düşür. B-də nədir? Kalium nitrat. Kalium ancaq 1 valentli olur. NO3 qrupu da 1-dir. Heç birinin ayağına heç bir şey düşmür. Natrium karbonat. Natrium 1 valentlidir. Karbonat 2. Ona görə natriumun ayağına 2 düşür. D-də kalsium sulfid. Hər ikisi 2 valentlidir. Heç bir şey düşmür ayağına. Amonium nitrat. Hər bir hissə 1 valentlidir. Heç bir şey düşmür ayaqlarına. Barium xlorid. Barium 2 valentlidir. Xlor 1 valentlidir burada. Ona görə xlorun ayağına 2 düşür. Magnezium sulfat. Heptahidratın formulunu yaz. Magnezium sulfat. Hepta 7 deməkdir. 7. Yəni hidrat deyirsə burada 7 dənə 7 su. Suyun qarşısına 7 yazırsınız. Aşağıdakı duzlardan hansı suda yaxşı həll olur? Bunu necə müəyyən etdiniz? Uşaqlar yadda saxlayın. Natrium müsbət, kalium müsbət, NH4 müsbət, NO3 mənfi. Bir də sirkə turşusu var, CH3CO mənfi. Bunlar olan duz gördünüzsə, bilin ki, bu 100% həll olandır. Kalium gördükmü? Həll olandır. Amonium gördükmü? Həll olandır. Natrium gördük, həll olandır. Yadda saxlayın, ortofosfat turşusunun ancaq natrium, kalium, amonium duzu həll olur. Bu həll olmur magneziumu. Baxın, nitrat, NO3 görürəm burada. Həll olur. Sonra, yerdə qalanlar həll olmayacaq. Xloridin deməli, mis, civə, gümüş xloridlər həll olunur. Sulfidin də ancaq natrium, kalium, amonium həll olur. Barium sulfat da çöküntüdə həll olur. Bu qaydaya əsasən tapa bilərsiniz. Bu qədər buradan da sağ olun, salamat qalın.